Qonaqlarım bu yeməyin dadına heyran qaldılar. Məndən reseptini istədilər. Göbələkdən fərqli yemək hazırlamaq istəyirsinizsə, jülyen tam olaraq sizin axtardığınız reseptdir. İlk öncə soğanları kərə yağında qovururam. Daha sonra jülyen şəklində doğradığım toyuqları zövqə görə ədviyyatlayıb, bura əlavə edib soğanlarla bir yerdə qovurmağa davam edirəm. Toyuqlar qızardıqdan sonra eyni qaydada jülyen şəklində doğradığım göbələkləri də bura əlavə edirəm. Göbələklər qovrulan zaman bir dişdə sarımsaq əzirəm. Daha sonra bir paketdə qaymaq vururam. Hazır olan yeməyi soba qabına alıb, üzərinə də Holland pendirini vurub, pendirlər əriyib, üzəri tam qızarana qədər 200 dərəcəli sobada bişirirəm. Bu yeməyin yanında zövqə görə kartof presi və ya düyü ilə servis edə bilərsiniz. Dadı möhtəşəm olur. Əminəm ki, bu yeməyi bir dəfə sınasaz, sevimli yeməyinizə çevriləcək. Edəcək olanlara nuş olsun. Hələlik gələn videolarda görüşənədək.